Biz indi Qarabağa doğru çox rahat hərəkət edirik. Bu birincisi hərbi, siyasi və təhlükəsizlik amilləri, ikincisi isə bölgənin infrastrukturu ilə bağlı məsələdir. Vətən müharibəsindən dərhal sonra bölgənin bərpasına yolların bərpası ilə başlanıldı. Səbəb aydın idi. Bu bölgənin sürətli bərpası və hərbi təhlükəsizliyin təmin olunması üçün zəruri idi. Qarabağ və Şərqi Zəngəzurda bu vaxta qədər ümumi uzunluğu 3400 kilometrə yaxın olan 44 avtomobil yolu layihəsi icra edilib və ya icra edilməkdədir. Eyni zamanda 28 tunel, 392 körpü və 9 viaduktun tikintisi tamamlanıb. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Salih Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 km, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yolda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb. Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə mühüm layihələrdən biridir. Həyata keçirilən yenidən qurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək. Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib. Bayramınız mübarek olsun. Allah'ım bayramınız mübarek. Bayramınız mübarek olsun. Bayramınız mübarek. Çok güzel. Hoş geldiniz. Hoş geldiniz. Sizinle sohbet olmak bizim için bir şeref. Hoş geldiniz. Mübarek olsun. Hoş geldiniz. Hoş gelmişsiniz. Bayramınız. Siz de hoş gelmişsiniz. Hava gelmişsiniz. Biz Mart ayının evvelinden buradayız. Artık yerleşmişsiniz. Yerleşmişik, çok güzel. İnan ki buranın həmişə arzumuzda olub. O dağların dalından biz bura həsrətlə baxmışıq. İndi hər şey gerçəkləyəcək. Allah sizden razı olsun ki bize bunu yaşattınız. Bu güzel bayram gününde Ordumuzun, sizinle birlikte burada olmak benim için de çok hoştur. Həsənriz kəndi qədim Azərbaycan kəndidir, bilirsiniz. Bəli. Burada Azərbaycan xalqı əsrlər boyu yaşayıb. Hətta Çar Rusiyası dövründə
dərc edilmiş xəritələrdə Xəsənrizin adı var. Xəsənriz. Bəli. Sonra indi qanunsuz olaraq Dağlı Qarabağ Muxtar Vilayəti yaranandan sonra burada ermənilər məskunlaşdırıldı. Başqa yerlərdən gətirilərək və bunun adı da dəyişdirildi. Düzdür. İndi adını da bərpa elədik. Allah Tarixi ədaləti də bərpa ədalət elədik. də bərpa olundu. Azərbaycan xalqı da bura qayıdıb. İndi rahat, xoşbəxt yaşayacaq. Allah sizi qorusun. Ailəmizi qorusun. Sizin və güclü siyasətiniz sayəsində biz bu gün Firabda yaşayırıq. Bizim ata-baba yurduna qayıtmaq bizim üçün böyük səadət, eyni zamanda elimiz, obamız üçün yeni həyatın başlanğıcıdır. Dediyiniz kimi bu bölgələr bizim ulu babalarımızın vətəni olub. O cümlədən onu da qeyd edim ki, bizim əzəli və əbədi düşmənlərimiz bu bölgəni ki, işğal etmişdi böyük güclər hesabına. Amma sizin komandanlığınız altında Azərbaycan ordusu cəmi cümlətanın 23 sahada işğala son qoydu. Çox sağ olun. Ümumən Azərbaycan xalqının o cümlədən dövlətimizin gücünü dünya bəyan edəriz. Sağ olun. Biz tarixi ədaləti bərpa etməliydik. Beynəlxalq hüququ bərpa etməliydik və öz haqqımızı bərpa etməliydik. Ona görə 2-ci Vətən müharibəsindən keçən dövr ərzində 3 il ərzində biz gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Biz burada məskunlaşdırılmış erməni əhalisinə o vaxt təklif eləmişdik. Gəlin, Azərbaycan bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul eləyin və burada sizə söz deyən olmayacaq. Bugün də Xankəndi şəhərində erməni əhalisi var. Onlara söz deyən yoxdur, əksinə. Bizim sosial işçilərimiz onlara qayğı göstərir. Bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışlar, soyqırımı törətmişlər. Olmazın əzabları vermişlər Azərbaycan xalqına. Xalqımızın böyüklüyü bundadır. Və biz haqlı olan tərəfik. Həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu bizim tarixi və hüquqi torpağımızdır. Həm 2-ci Qarabağ müharibəsi dövründə baxmayaraq ki, Ermənistan arxasında bir çox ölkələr dayanmışdır, bir çox qüvvələr dayanmışdır. Heç kim bizə əsaslı irad tuta bilməmişdir. Çünki biz beynəlxalq hüquq çərçivəsində öz torpağımızda müharibə aparırdıq. O cümlədən antiterror əməliyyatı zamanı cəmi bir neçə saat çəkən o əməliyyat o vaxt da bizə qarşı siyasi, ondan sonra digər hərəkətlər olsa da onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları bizə qarşı sanksiyalar tətbiq etməyə çalışdılar. Buna nail ola bilməmişdilər. Digər addımlar, yəni Azərbaycana qarşı atmağa çalışırdılar. Haqq, ədalət bizim tərəfimizdədir. Və Xəsənrizin azad olunmasının təməli məhz 2-ci Qarabağ müharibəsi zamanı qoyulmuşdur. O vaxt artıq Qarabağın böyük hissəsi işğalçılardan azad edilmişdir. 2-ci Qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bütün qalan yerləri də biz nəzərə götürək və bugün Xəsənrizdə ilaxır çərşənbə günündə görüşürük. Sizi bayram münasibətilə təbrik edirəm. Azərbaycan xalqını. Bəli, Ramazan bayramı da gəlir, Novruz bayramı da gəlir. Gözəl bayram günündə, bayramlar ərəfəsində görüşmək sizinlə böyük Siz Ali Başkomandan qələbəni təmin etdiniz. Allah bizim şəhidlərimizə rəhmət eləsin. Amin Allah. Onların qanı, canı bahasına bu torpaqları biz Bu azad kənddən eləmişik. çıxanda o Mirov yolu nəzillətlərlə çıxan cəmaat indi toy bayramla qayıtdı. Hamısı o gözəl, nə cür qayıdış bura. Hamısı
sevinçlə hamı bura qayıtdı 34 ildən sonra. Bunların O hamısında vaxt işğal dövründə Morov yolu ilə cəmaət Mirov yolu, bəli, Mirov buradan yolu. Mənim bizim evdə qoca qadın yanıb kravatda sümükləri qalmışdı. O cürə, o mənim nənəm. O cürə əziyyətlər 94 verir. yaşda. Vay. Zeynep. Amma indi valla Allah O hamısına rəhmət. tərəf yəni artıq oradan keçmək mümkün deyildi, bağlanmışdı. Buralar hər yer Su bağlıydı. qovşan tərəfi də bağlanmışdı. Buralar bütün bağlı idi. Yalnız Mirov dağından Mirov. Kəlbəcər tərəfdən nə Buradan zülmlər. uzaq yoldur. Çox uzaq, piyada, bütün Belə cəmaət neçə nə kilometr zülmlər olar? var. Bir 40-50. 58 kilometr sərhədə gedərdi hələ. Amma indi şükür bu günə. Davulların izi burada- sizin sayənizdə. Burada Ordunuzun evlər də sayəsində. bərpa edildi, yeni Çox evlər də tikiləcək. İndi birinci mərhələdə 163 ailə yerləşəcəklər. bəli. 163. 163. Cənab prezident, ümumiyyətlə 606 ev var burada. İlkin olaraq 92 evi təmin eləmişik. 50 ailə köçübdür artıq. Tədbirdə yəqin ayın sonuna 40 ailə də köçəcək. Ondan sonra da 192 evi 192 evi ilkin mərhələdə. Amma təklif eləyərdik bütün infrastruktur. Bütün hamısını. Hamısını. Bəli, hamısını siz təklif verin. Bəli. Onlar hamısını bərpa eləyək. Çünki burada mənə verilən məlumata görə həm Xəsəndrizdə yaşamış insanlar artıq yerləşir. Ondan sonra Kəlbəcər rayonundan Artıq 360 nəfər siyahıya alınıbdı bura köçmək üçün. Bəli. bura çox gözəl, səfalı Neçə yerlərdir. Şuşa ilə bərabər yer. Bəli. Relyef də oxşuyur. Şuşadan üstünlüğü də ondadır ki, sərsəng su anbarı da var. Orada da balıq tutmaq olar, gəlmək olar. İqlim baxımından Şuşadan geri qalmır bura. Bəli, bəli. Dəniz səviyyəsindən 1100 metr. 1100 metr bu Şuşadakindən daha insan orqanizmi üçün sərfəlidir. Yerləri ilə bağlı nə işlə Təqribən burada? 13 dənə, burada 13 böyük kənd olduğuna görə 13 dənə təsərrüfat subyekti, deməli obyektlərlə bağlı müraciətlər olur. Ondan başqa yaxın yerlərdə mən icazə istəyəcəm ki, icazə versəydiniz, fermalar var. O fermaları icarəyə vermək. Əlbəttə, bir də ki, əkin sahələri verilməlidir. Bəli, əkin sahələri Əkin biçinlə məşğul Heyvandarlıqla bizim Heyvandarlıq üçün bura ən yaxşı yerdir. ən güclü bizim bu sakinlər hamısı heyvandarlıqla. Cənab prezident əmin eləyim ki, bu adam bizim kənddə o deyərdilər müxalifət. Bizim inansız bu kəndin cəmaatından bir adam biz fikirləşirik kim müxalifətçi olur? Heç var. Hamı öz təsərrüfatı ilə dövlətin qulluğunda vallahi. İndi ola bilər belə o amma inanmıram, görməmişik. Eşitməmişik. Ancaq Olsa da bir problem yox, heç ümumiyyətlə yox. Onlara biz Əsas ki, dövlətə müxalifətdə olmasınlar, dövlətçiliyə. Biz ancaq Bizim bəzi dövlətçiliyin- özlərini müxalifətçi adlandıranlar Yox, ermənilərlə yox. birləşib Ümumiyyətlə bizə o gülüş dövlətə gəlir, qarşı. həqiqətən gülüş O gəlir. cümlədən 2-ci Qarabağ müharibəsi dövründə, antiterror əməliyyatı dövründə, indinin özündə gözü götürməməzlikdir. bu düşmənçilikdir dövlətə qarşı və əslində Onlar xəyanətdir. Xəyanətdir. Ona görə burada yaxşı təsərrüfatlar qurulmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyi xətti ilə kredit xətləri açılmalıdır. Kim indi mal-qara saxlamaq istəyir, kim əkin Tamamilə biçinlə məşğul olmaq məşğul istəyir. oluruq bunlardan. Su problemi burada olmamalıdır. Yox, problem yox. Yox, xeyr. Bulaqlar var, Gözəl suyu var. suyu. Hər qapıdan hər bir həyətdə su var. Krandan əl çox gözəl Su, su. işıq, qaz, məktəb 500 İşıq nəfərlik var, qaz var, İnternet. su da var, internet, İstilik evlərdə bütün İstilik. təmir evlərinin hamısında istilik. məktəb də Məktəb budur. 500 Onu da nəfərlik təmir məktəb. eləmişik. Bəli, bəli. Xəstəxana Bağçamız da var. Qədər. Əlavə nə lazımdır? Deyin, əlavə. Allah sizin can sağlığınız. sizə can Bizim kimi sağlığı. rəhbərimiz var. Nə lazımdır sizdən başqa? Can sağlığınız başqa. Qürur duyduq hər zaman.
Harda yaşamışsınız? Hem sevinçler, hem sürurlar. Kaçırdınız. Her zaman danışırdılar. Her zaman şehit aileler ve gazilerimize değer vermişsiniz. Allah sizi korusun. Cenab President. Bəli, burada bəlkə birlikdə şəkil çəkdirək. Rahat yaşayın, xoşbəxt yaşayın. 30 il əzəb əziyyət içində yaşayın. Həm mənəvi əzab, həm də ki, qaçqın, köçkün kimi. O söz də artıq yavaş-yavaş lüğətimizdə. Gülmək, şad-şalayı. Ulu öndər Heydər Əliyev vaxtı ilə deyirdik ki, Azərbaycan cəmiyyəti lazım gələrsə istənilən çətinliyə tab gətirməyə bacarmalıdır. Məhz müstəqillik, azadlıq, güclü dövlət naminə. Biz qələbə əldə etdikdə bir daha əmin olduq ki, ulu öndər nə qədər gözəl qiymətli şeylər söyləmişdir. Şad olsun. O vaxt Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan tam məhv ola bilər. 93-cü ilə qədər gedən proseslər onu gətirib çıxarırdı. Həm torpaqların işğaldan düşməsi, həm daxili çəkişmələr, vətəndaş müharibəsi. Bunların qarşısını Ulu Öndər almışdı və nizami ordu quruculuğu da onun adı ilə bağlıdır. Onun adı ilə bağlı. Biz onun davamçıları sadəcə olaraq onun yolu ilə gedərək ölkəmizi daha da gücləndirdik. Bütün gücümüzü səfərbər etdik. Dəmir yumruğu yaratdıq. Düşmənin başını əydik. Biz belə bayramları burada qeyd edirik. Bundan böyük xoşbəxtlik ola bilməz. Böyük xoşbəxtlik. Bir daha təbrik edirəm sizi. Sağ olun. Çox sağ olun, minnətdarım. Bir daha bayram. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Dövlətimizin başçısı və 1-ci xanım Həsənriz kəndindəki bayraq meydanında da oldular. Burada üçrəngli bayrağımız 17 metr hündürlüyündə dirəkdə dalğalanır. Bayraq meydanının yeri elə seçilib ki, buradan Həsənriz kəndi ilə yanaşı digər kəndlərə də gözəl mənzərə açılır.
Qədim yaşayış məntəqəsi olan Suqovuşan kəndi 1923-cü ildən Ağdərə rayonunun inzibati ərazisinə daxil edilib. 1943-cü ildə kəndə şəhər tipli qəsəbə statusu verilib. Dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verildi. Kəndə köçlə bağlı ümumilikdə 180 ailə siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 1, 2, 3 və 4 otaqlı 190 mənzil var. Yararsız vəziyyətdə olan 144 şagird yerli tam orta məktəbin binasında əsaslı təmir işləri aparılıb. Kənddə tibb məntəqəsi və polis məntəqəsi də təmir edilərək istifadəyə verilib. Həmçinin ümumi gücü 7,8 meqavat olan Suqovuşan 1 və Suqovuşan 2 kiçik su elektrik stansiyalarının yenidən qurmadan sonra açılışı olub. Kənd ərazisində həmçinin istirahət kompleksi layihəsi icra olunub. Layihə çərçivəsində koteclər və otel binası əsaslı təmir edilib. Kompleksin ərazisində uşaq əyləncə parkının salınması ilə bağlı işlər davam etdirilir. Dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət etdi. Bayramınız mübarək olsun. Sağ olun. Sağ olun. Hoş geldiniz Cənab Prezident. Sağ olun. Teşekkür ederim. Siz de hoş gelmişsiniz. İlk növbədə sizi bayram münasibəti ilə təbrik edirəm. Bugün İlahır Çərşənbə günüdür. Həsənriz kəndində tonqalı alovlandırdım və qarşıdan gələn Novruz bayramı münasibəti ilə sizi təbrik edirəm. Mən xatırlayıram ki, 2022-ci ildə Novruz tonqalını Suqovuşanda qalamışdım və o vaxtda göstəriş verdim ki, bura insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi, çox gözəl, yaraşıqlı evlərdir, sıfırdan tikilibdir və bütün şərait var. Və şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar. Burada yaşamaq üçün bütün şərait var, evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq da əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq burada da keçmiş köçkünlər yerləşirlər. Burada 2-ci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bizim birinci əhəmiyyətli uğurlarımızdan biri idi, hərbi qələbələrimizdən biri idi. Və bildiyiniz kimi 44 gün ərzində bizim ordumuz, bütün silahlı qüvvələrimiz ancaq irəliyə gedirdi. Və hər bir kəndin, hər bir qəsəbənin azad olunması ordumuza, bütün xalqımıza əlavə ruh verir. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malikdir. Suqovuşan işğalçılardan birinci azad edildi
Təkcə bununla buranın əhəmiyyəti məhdudlaşmır. Çünki bunun bildiyiniz kimi çox böyük strateji əhəmiyyəti var. Buranın ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şərhi heyəti yerləşmişdi və hərbi nöqteyi nəzərdən buranı işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsi əbədi bizim qəlbimizdə yaşayacaq. Allah bütün qəhrəmanlarımıza can sağlığı versin. Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk və gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına biz torpaqlarımızı geri aldıq, işğalçılardı torpaqlarımızdan qovduq. Əlbəttə ki, bu uzun bir proses idi. İlk növbədə dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bugün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf təbii ki, olmalı idi. Çünki bizə heç kim kömək eləmirdi. Bugün də heç kim kömək eləmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalıydıq. Maliyyə imkanlarımız olsun. Güclü ordu yaratmalıydıq, bunu da etdik. Ordumuzu təchiz etməliydik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Və əlbəttə ki, gənc nəslin yetişdirilməsi. Vətənpərvərlik ruhunda dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik və onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm 2-ci Qarabağ müharibəsi dövründə, həm antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər. Bilirsiniz ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir. Dünyada müharibələr kifayət qədər geniş vüsət alır. Qanlı toqquşmalar, hər şeyindi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Və görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir. Ya da ki, öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir. Ya da ki, hər hansı bir kiçik həcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, bu sadəcə olaraq bugün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, 2-ci Dünya müharibəsindən sonra Azərbaycan qədər bir mənalı və tam qələbə heç kim tərəfindən qazanılmır. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim qələbəmiz isə tamdır. Və bu bizim həm dövlətimizin, silahlı qüvvələrimizin gücünü, xalqımızın iradəsini göstərir. Və siz də yaxşı bilirsiniz, bu bölgəndə yaşamış insanlar, onların davamçıları işğal dövründə elə güclü istehkamlar qurmuşdu düşmən ki, onları yarmaq həm qəhrəmanlıq, həm peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, heç vaxt biz o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi
illər boyu qurduqları mühəndislik istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasındaydı. İlk növbədə güya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT Minsk qrupu, onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bax, bu reallığı bizə qəbul etdirmək. Onların məqsədi buydu, hər üçünün. Burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu indiki bu ölkələr arasındakı münasibətlər göstərir ki, bu çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi? Hər üçü Ermənistanın arxasında. Hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyir. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Biz buna qarşı mübarizə aparmış, buna qarşı müharibə aparmış. Və 2-ci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim necə özünü aparacaq. Böyük güclərin mən nəzərdə tuturam. Və belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyür üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxtda biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu hələ ki işimizin tam, necə deyərlər, başa çatması deyil. Çünki müəyyən səbəblərə görə bizim torpaqlarımızda separatçılar hələ ki öz yuvalarını saxlamışdılar. Sülh məramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara əlavə, necə deyərlər, ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq bir şey onlar hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi, bunu onlar hesablaya bilməmişdir. Və il yarım bundan əvvəl bir günlük antiterror əməliyyatı separatçılığın kökünü kəsildi. Onunla da məsələ bitdi, onların kitabı bağlandı. Və bugün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm, burada xoşbaxt yaşayın, siz buna layiqsiniz, uzun illər əzab əziyyət içində yaşamışsınız, bundan sonra o əzab əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi. Allah balalarınızı saxlasın. Sağ olun. İndi də açarları təqdim edək. Dəvət olunur, Almasov Elçin Nağıl. Təbrik edirəm. Uliyev Fəxrəddin Sarıoğlu. Təbrik edirəm. Ağayeva Gültekin Məhəmməd. Məhərrəmova Mahirə Abdullah. Ümbətov Arzu Tahirov. Əliyev Üsal Elmanov.
Paşayeva Aynurə Şahin. Bayramov Bakir Zafov. Quliyeva Şahnaz Əli. Və Ümbətov Şahin Sami. Allah sizi arzunuza çatdırsın. Sağ olun, çok sağ olun. 6 yaşımdan buradan çıxmışıq. Buradayım. Doğma yerimizdə sizi salamlamaq bizim üçün çox sevinçli haldır. Sevincimizi sözlə ifadə etmək mümkün deyil. Çok sağ olun. Allah sizi qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də Allah şəfa versin. İnşallah. Siz harda yaşamısınız bu işğal dövründə? Bəli, bəli. İşğal dövründə. Qəsəbədə, Şax qəsəbəsində. Bəli. O illəri hatırlayırsınız Şaxkən. Günümüzdə şükür. Siz də doğmuşsunuz burada. Doğmuşam, burada məktəbə getmişəm. 1973-cü ildə. Özüm də birinci Qarabağ müharibəsi gedirəm. Döyüşlərdə iştirak etmişəm. Köşkün Məktəb də təmir olundu, tam. Bəli, olundu, gördük. Çox əla, çox yüksək səviyyədə təmir olundu. İş yerləri də yaradılacaq. İnşallah. Burası böyük bir turizm zonasına çevirməlidir. İnşallah. Ki, bura gözəl, səfalı yerlərdir ki, su qovşan, su anbarı da bir möcüzəvi bir əsərdir. Bildiyiniz Bu kimi. öndərimizin əsəridir. O həm su qovşan, həm sərsəng su anbarlarının tikintisinin müəllifi Heydər Əliyev olmuşdur ki, Azərbaycanın bir neçə rayonunun su problemi həll olunsun. Amma mənfur düşmən işğal dövründə bizi o sudan da məhrum etmişdir. Biz faktiki olaraq o sudan istifadə edə bilmirdik. Suyumuzu da kəsirdi. Sonra da lazım olmayan vaxtda qışda açırdı və hər tərəfi. Yayda da vermirdilər. Yayda da vermirdilər. Yəni bu düşmənçiliyin baxın dərəcəsinə baxın. Biz bunu necə unuda bilərik? Heç vaxt. Mən bunu demişəm, bir də demək istəyirəm. Heç vaxt bu vəhşiliyi, bu pisliyi biz unuda bilmərik. Xocalı soyqırımını necə unutmaq olar? Və biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik. Ancaq Ermənistan ordusunu məhv etmək üçün gücümüzü səfərbər etmişdik. Onlar isə əlyalın insanlara qarşı, qadın, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər. İndi məhkəmə qarşısında cavab verirlər. Vaxtilə bizi hədələyənlər ki, biz Bakıya gəlib tanklarla Bakıda çay içəcəyik. İndi mən demişəm, tanklar da Bakıdadır, qənimətlər farkında. Çay da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər. Ədalət budur, ədalətin təntənəsi budur. Və mən bunu demişdim dəfələrlə, o işğal dövründə keçmiş köçkünlərlə mənim onlarla, bəlkə də yüzlərlə görüşlərim olub, həm yeni qəsəbələrin açılışında, həm müxtəlif tədbirlərdə və heç vaxt biz ümidimizi itirməmişdik. Ancaq ildən ilə görürdüm, məndə də, bütün insanlarda da elə, necə deyərlər, ədalətə inam azalırdı. Çünki ədalət mövqeyimizi gücləndirməlidir. Amma ədalət o vaxt zəfər çalır ki, iradən də var, gücün də var və haqqın da çatır. Və bütün bu amillər bizdə olduğu üçün biz bu tarixi zəfəri çaldıq. Bu zəfərin, mən yenə də deyirəm, son 10 illiklər ərzində pay bərabəri olmayıb.
Ondan sonra da olmayacaq. Bugün indi müxtəlif yerlərdə müharibələr gedir. O müharibələr həm uzun müddət ərzində gedir və yenə də real nəticə ilə, necə deyərlər, nəticələnmir. Bizim qələbəmiz tam idi, mütləq idi, bir mənalı idi və vaxtı ilə Qarabağ Ermənistandır deyən adam bugün nədir? Qarabağ Azərbaycandır. Öz boşluğuyla yox, öz boşluğuyla yox, öz boşluğuyla yox. Sizi və ailənizi milli bayramınız münasibətilə təbrik edirəm. Uzun ömür, can sağlığı uğurlar. Sağ olun, sağ olun. Təşəkkür edirəm. Gəlin, şəkil çəkdiniz. Bəlkə burada evlərin sonunda şəkil çəkilir hamımız. Sağ olun. Sağ olun. Təbrik ederim. Salamat. Sağ olun. Allah nəvələrinizi qorusun. Sağ olun. Qabın olun. Can sağ olun. Yaxın oldu. Mən də qızımdan gedim. Buradan bizi 91'də çıxartdılar. 91'də Ən axırıncı keçənlər. Sovet vaxtında. Kim çıxartdı? Ermənilər çıxartdılar. Sovet ordusu yox idi. Yox, Sovet ordusu bizi ayaqdırmadı. Bizə də ayaqdırmadı. Moskvadan Zdaniyalı generallar gəlib təbliğat aparır. Ki siz çıxasınız oradan. Biz çıxaq, ermənilər möhkəmdir. Bizə nə qədər deyil, atam çıxmırdı. Axırda da deyil ki, yox, mümkün deyil. Ona görə köçdük tərəfə. 30 ildə də tərtərdə. Mən də xalqımıza qoşulub müdafiə qalxdırdı, müharibədə olmuşam, yaralanmışam, yetirənəm. Mən də borcumu yerinə yetirdim, gücüm çatan elədi, amma bizim gücümüz o vaxt çatmaz. Şimdi şükür Allah'a. O vaxt gücümüz yox idi, silahımız yox idi. Normal, necə deyirlər, vətənpərvər rəhbərlik yox idi. Heç arxamızda duran mı yox? Heç. Qoymuşlar, buraxmışlar xalqı başlı başına. Hakimiyyət uğrunda mübarizə gedirdi. Kreslo uğrunda mübarizə gedirdi. Torpaqlarda əldən gedirdi. Şuşanın da düşmənə təhvil verilməsi ilə hakimiyyət uğrunda mübarizənin nəticəsi. Ondan sonra hakimiyyətə gəldilər, ondan sonra qalan torpaqları da satdılar. Kəlbəcəri də, o məsələlərdə. Ordumuz döyüşürdü o vaxt, amma gücümüz çatmadı. Ona görə rəhbərçilik olmadı, güc çatmadı. Allahın bu gününə çox şükür. 20-ci ildə siz 27 sentyabrda əmr verdiniz. Müzəffər ordumuz birinci su qovşağını, sonra da bütün Qarabağı azad elədi. Su qovşağını oktyabrın 3-də azad edilmişdi. Özdə çox relyefi çox sərtdir buranın, çox dəyişər. Hətta o vaxt ikinci Qarabağ müharibəsi başa çatandan sonra burada bəzi mövqeləri ermənilər saxlamışdılar. Əgər ambara tərəfdən baxsanız, sol tərəfdə onların postları vardı. Bəli, var idi, postları dururdu. Biz sonra məcburən onları oradan çıxartdıq. Çünki oradan çıxmaq istəmirdi. Bu Buşqada, dikdir, bəli. Çünki oranı ora götürmək çox çətindir və çox itkilər hesabına ola bilər. Bəlkə də ən ağır istiqamətlərdən biri də bu Talış su qovşan istiqaməti. Burada minalar çox həm güclü bunların istehkamları, həm də ki bu dağlar özlüyündə bir istehkam. Bəli, istehkam çox çətin bir mövqedə. Sizin sayənizdə, sizin dəmir yumruğunuzun sayəsində mən də öz paylarını çöldə aldılar. Allah canını sağ eləsin. Bütün planlarınızı həyata keçirəsiniz. Mən də bir xatirə olaraq, bir su qovşan sakini olaraq bir şeir yazmışam. Qısa bir Ali Baş Komandan əmr verdi. Hücuma keçdi Azərbaycan əskəri. Müzəffər ordu pozdu düşmən oyunun bir göz qırpımında kəsdi onun yolu. Qurbanın olum Azərbaycan əskəri. 44 gündə zəfər çaldı nəbədi. Zəfər bayramını da etdi nəbədi. Dəmir yumruqla vurdum mənfur düşmən. Qurbanın olum Azərbaycan əskəri. Ayaq səslərinlə qorxutdun düşməni, qorxuya düşüb tərk eylədi vətəni. İti qovanla qovdun yağı düşməni, qurbanın olum Azərbaycan əskəri. Sağ ol. Çox şəhidlər verdim su qovşanda.
Füzulidə, Talışda, Şuşada, dastanlar da yazdın Hadrutda. Zəfər bayrağını ucaltdın Şuşada, qurbanın olum Azərbaycan eski. Sağ ol. Onu özüm yazmışam, bir su qovşanlı olaraq qəlbdən gələn şeydir. Su qovşanın da tarixi adını da dərhal qaytardıq. Bəli. O vaxt azad olunandan sonra tarixi adını da bərpa elədik. O keçmiş adlardan da heç əsər ələbət qalmır. Burada heç nə bir dənə körpü olmuyor. Bir dənə qarı körpüsü var. Oradan da çox təhlükəli keçərdi. Ulu öndərimiz gəldi, o körpüləri də tikdirdi. Suvarma kanalların, bura asfalt yolu olmuyor, araba yolu. Onu da çəkdirib. Burada Dəstəgür var, bir də Təpəkənd var. Ora yol olmamışdı, onu da çəkdirdi, onu da körpüləri saldırdı. Yəni bu su qovşan ümumilikdə Heydər Əliyevin bir əsəridir. Bəli, elədir. Bəli. Çox sağ olun ki, siz Ədalət indi Zəfər Şah. 300 ildən bəri heç kim torpaq almıyor. Bir sizdən başqa. Ona görə sizi səmimi qəlbdən təbrik edirik. Su qovşan əhalisi adından biz sizi general yox, marşal görmək istəyirik. İnşallah. Təbrik edirəm sizi. Cənab Prezident. Sağ olun, çox sağ olun. Çox sağ olun. Salamat qalın. Xoşbaxt yaşayın burada. Sağ olun. Minnətdarlar. Çox sağ olun Cənab Prezident. Sağ olun. Salamat qalın. Allah korusun sizi. Allah korusun. Güzel olmayasınız. Rahat yaşayın. Sizi sevir, həqiqətən sevir. Sağ olun. Cənab Prezident. Su qovşanı tez-tez gələrsiniz inşallah. Sağ olun. Eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məscidin həyəti də yaşıllaşdırılıb. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub. Xatırladaq ki, Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməl qoyma mərasimində iştirak ediblər. Bu məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki, milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsünə və tapşırıqlarına əsasən paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa olunub. Qeyd edək ki, işğal zamanı məscidlərimiz də vəhşiliklə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi eyni zamanda ölkəmizdə milli mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.